Tarix boyu bütün böyük imperiyalar kimi Amerika Birleşmiş Ştatları da sadece bir ölkə deyil, o global güc mərkəzidir. Amerikanın əsas məqsədini anlamaq üçün ilk növbədə bir həqiqəti qəbul etmək lazımdır. Dövlət emosiyalarla deyil, maraqlarla hərəkət edir. Amerikanın 3 əsas məqsədi var. Birincisi təhlükəsizlik. Amerika öz torpaqlarını və gələcəyini qorumaq üçün potensial təhlükələri öz sərhədlərindən uzaqda dayandırmaq istəyir. Bu strategiya təhlükəni uzaqda qarşıla prinsipi kimi tanınır. İkincisi iqtisadi güc. Amerika dünyanın ən böyük iqtisadiyyatlarından biridir və bu gücü qorumaq üçün enerji resurslarına, ticarət yollarına və strateji bölgələrə təsir etməyə çalışır. Tarixdə böyük güclər həmişə enerji və resurs olan bölgələrə maraq göstərmişdir. Üçüncüsü, qlobal liderlik. Amerika